Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 5-ci sinif riyaziyyat dərsliyindən səhifə 68-də yerləşən qarşıq ədədlərin vurulması mövzusunu izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda bu cür video dərslərin davamının tez-tez gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Təbii ki, fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. Şərhlərdə hansı sinifin izləyiciləri daha çox aktivlik göstərsələr, həmin sinifin video dərslərinə növbəti videolarımda daha çox üstünlük verəcəm. İndi isə uşaqlar, gəlin çox uzatmadan keçək mövzumuzun izahına. Qarşıq ədədlərin vurulmasıdır mövzumuz. Qarşıq ədədləri vurarkən nə edə bilərik? Öncə gəlin araşdırma hissəsinə baxaq, ondan sonra keçək əsas qaydaya. Araşdırma hissəsində deyilir ki, düzbucaqlı şəklində olan tarlanın uzunluğu 2,6 kilometrdir. Eni isə 1,5 kilometrdir və fermer əkin üçün tarlanı şəkildəki kimi 4 dənə düzbucaqlıya ayırdı əkin eləmək üçün. İndi baxaq necə düzbucaqlılara ayırıb. Enini 1,5 kimi, uzunluğunu 2,6 kimi. Bizə deyir ki, hər hissənin sahəsi nə qədərdir? Biz bilirik ki, düzbucaqlının sahəsini taparkən enini uzunluğuna vurmaq lazımdır. Onda burada 4 dənə düzbucaqlı verilib, hər birinin sahəsini ayrı-ayrılıqda gəlin tapaq. Birincidən başlayıram. Düzbucaqlının sahəsini tapanda eninin uzunluğuna vurmaq lazımdır. Buna S1 deyirəm, bərabərdir. Eni 1-dir, uzunluğu 2-dir. 1 vuraq 2, olacaq 2. Bunun sahəsini tapdıq. Keçək aşağıdakı düzbucaqlıya. Biz bilirik ki, düzbucaqlının qarşı tərəfləri bərabərdir. Əgər bura 2 kilometrdirsə, onda bu aşağı hissədə olacaq 2 kilometr. Eyni zamanda bu aşağı hissədə olacaq yenə 2 kilometr. Düzbucaqlının qarşı tərəfləri bərabərdir. Bura yazdım 2 kilometr. Onda bu S2 sahəsini tapanda qıraqda tapaq ora yazaq. S2 bərabərdir. Eni vuraq uzunluğu 5-də 3 vuraq 2. Biz bilirik ki, natural ədədi kəsrə vuranda natural ədəd birbaşa surətə vurulur. Olur 3 dəfə 2, 6 bölək 5. Bunu da belə saxlayıram. İkinci hissənin sahəsi oldu 5-də 6. İndi bu üçüncü hissənin sahəsini tapaq. Buna da S3 yazıram. Yenə bilirik ki, düzbucaqlının qarşı tərəfləri bərabərdir. Əgər bura 1 kilometrdirsə, bu hissədə 1 kilometr olacaq və həmçinin bu hissədə 1 kilometr olacaq. 1 kilometr. Onda enini uzunluğuna vururam. S3'ü də buradan yazıram. S3 bərabərdir 6'da 5 vuraq 1. O da bizə nə verəcək? Elə 6'da 5 verəcək. Bunun da sahəsi oldu 6'da 5. İndi keçək bir dənə qaldı bu balaca tünd yaşıl rəngli olan hissə. Yenə də düzbucaqlının qarşı tərəfləri bərabərdir. Bu hissədə olacaq 6'da 5, bu hissədə olacaq 6'da 5. Yazdım aşağıya 6'da 5. Bu hissədə olacaq 5'də 3, bu hissədə olacaq 5'də 3. Düzbucaqlının qarşı tərəfləri bərabərdir. Buna da yazıram S4 bərabərdir. İndi uşaqlar, gəlin 4-cünün də sahəsini burada yuxarıda göstərim. S4 bərabərdir. Düzbucaqlının sahəsini tapanda eninin uzunluğuna vururuq. 6'da 5'i vururam 6'da 5'ə. Daha doğrusu 5'də 3'ə. Beşdə 3'ə. İndi 5 ilə 5 tam ixtisar gedir. 1, 1 qalır. 6 ilə 3 ixtisar gedir. 1, 2 qalır. Məxrəci məxrəcə vurub məxrəcdə yazıram. Surətə surətə vurub surətdə yazıram. Bu hissənin də sahəsi oldu 2'də 1. İndi böyük düzbucaqlının tarlanın ümumi sahəsini tapmaq üçün bu 4 dənə balaca düzbucaqlının sahəsini cəmləməliyəm. S bərabərdir. S1'in yerinə yazdıq 2. S2'nin yerinə yazdıq 6'da 5'də 6. Üstə gələk. S3 oldu 6'da 5. 5'də 6, 6'da 5. Aha. Üstə gələk. S4 oldu 2'də 1. İndi məxrəclərə baxıram. 5, 6, 2. Bunlar üçün 30 götürəcəm. Əköbu yazıram.
2 üstə gələk 30-da 6-ya vururam surət və məxrəci. Çünki tamamlayıcı vuruq 6-dır. 6 dəfə 6, 36. Üstə gələk 30-da 5-ə vuracam. Çünki 6-nı 30-a tamamlamaq üçün 5-ə vurmaq lazım idi. Məxrəci 5-ə vurdumsa, surət də 5-ə vururam. 25. Üstə gələk 30-da 2 15-ə vursam 30 eləyər. Onda da surətdə 15-ə vururuq 15. Bərabərdir, hesablayıram uşaqlar. 2 tam qalır. Üstə gələk 30-da 25, 15, 30, 40, üstünə də 36 gələndə eləyəcək 76. 76-nın içində 30 neçə dəfə yerləşər? 2 dəfə yerləşər. 2 dəfə yerləşər. 16 da qalıq qalar. O da eləyəcək 4 tam 30-da 16. Ümumi sahəmiz olacaq 4 tam 30-da 16. Sonra istəsək bunu ixtisar da eləyə bilərik uşaqlar. 4 tam qalır. Surət və məxrəc 2-yə ixtisar gedir. 15-də 8. Bax, ümumi sahəmiz budur. Bir baxın görün biz nə qədər çox iş gördük və nə qədər çox uzatdıq. Bu qədər çox uzatmamaq üçün asan bir qayda var. Biri var, bu qədər çox uzandasınız. 1, 2, 3, 4 dənə düzbucaqlının sahəsini tapdıq. Sonra onları topladıq və tarlanın ümumi sahəsini tapdıq. Xeyli iş gördük və vaxtımız getdi. Bunun əvəzinə qarışıq ədədə çevirərkən asan bir üsulumuz var. Həmin üsulu tətbiq edək. Öncə qarışıq ədədləri düzgün olmayan kəsirə çevirib sonra vururuq. Çevirək. 6-da. 6 dəfə 2, 12, üstünə 5 gəldim, 17. Vuraq. 5-də. 5 dəfə 1, 5, üstünə də 2 gəldim, oldu 8. İndi ixtisarlarımızı aparaq. 8, 2 ixtisar gedir, 4 qalır. 6, 2 ixtisar gedir, 3 qalır. Məxrəcə vururam. 3 dəfə 5, 15. Surətə vurub surətdə yazıram. 4 dəfə 7, 28, 2 yadda, 4 dəfə 1, 4, 2 də yaddaydı, 6. İndi 68-in içində 15 neçə dəfə yerləşir? 4 dəfə 60 eləyəcək, 8-də qalıq qalacaq. Bax, gördünüz necə qısa və tez cavab alındı. Onda yadımızda saxlayırıq. Qarışıq ədədə vurarkən öncə qarışıq ədədləri düzgün olmayan kəsirə çevirib, sonra adi qaydada vururuq. İxtisar da gedirsə, ixtisarlarımızı aparırıq. Dərsimizin əsas hissəsini mən sizə dedim. İndi burada kitabınızda da deyir, qarışıq ədədlərin hasilini tapmaq üçün onları düzgün olmayan kəsirə çevirib, sonra vurmaq lazımdır. Elə bayaq mən dediyim qaydadır. Sadə model də bayaq yenə yuxarıda izah elədim uşaqlar. Bu fermerin sahəsini, istifadə elədiyi sahəni tapmaq üçün. Dediyim modellərdir. Sadəcə burada düzbucaqlının eni 1 tam 2-də 1 götürülüb, uzunluğu isə 5 tam 3-də 2 götürülüb. Bayaqda bizdə fərqli idi. Yenə tamına və hissəsinə ayırıb 4 dənə düzbucaqlı şəklində də tapa bilərsiniz. Amma mənə hər zaman bu birinci metod daha səmərəli gəlir. Daha qısa gəlir. Həmçinin uşaqlar, burada sizə başqa bir qayda da deyib, qarışıq ədədin kəsir və ya natural ədədə hasilini vurmanın paylama xassəsindən istifadə etməklə də tapmaq olar. Məsələn, 1 tam 4-də 1-i 7-də 2-yə vururuqsa, 1 tamı ayrıca 7-də 2-yə vurub, sonra kəsir hissəni 4-də 1-i yenə ayrıca 7-də 2-yə vurub, sonra aldığınız nəticələri toplaya bilərsiniz. Məndən fikir soruşsanız bu qədər uzatmağa ehtiyac yoxdur. Elə hər düzgün olmayan kəsirə çevirib vursanız qısa və net şəkildə tez bir zamanda cavabınız alınır. İndi uşaqlar, gəlin keçək çalışmalara. Çalışmaları izah edərkən yenə daha səmərəli hansı metoddur və necə tətbiq olunacaq, onu sizə izah edəcəm. Birinci çalışmamıza baxaq. Birinci çalışmamızda hasili tapın. Bir neçə cavabın doğruluğunu sahə modeli ilə yoxlayın. İndi baxaq uşaqlar, 1 tam 4-də 1-i 2 tam 3-də 2-yə vurublar. Hər ikisini düzgün olmayan kəsirə çevirib yoxladılar ki, cavab 3 tam 3-də 1 alındı. Deyir, sonra cavabınızın doğruluğunu sahə modeli üzərində göstərin. Eni 1 tam 4-də 1-dir, 1 tam və 4-də 1 kimi ayırdıq. Uzunluğu
2 tam 3'də 2 idi. 2 tam və 3'də 2 kimi ayırdıq. Hər bir düzbucaqlının sahəsini ayıraraq da tapdıqdan sonra toplayırıq və nəticəmiz eynidirsə, deməli misalı düzgün yerinə yetirmiş oluruq. İndi keçək digər variantlarını biz sərbəst işləyək. Davam edək. Başlayaq birincisindən uşaqlar. Birinci bənddən 5 vuraq 2 tam 5'də 1 verilib. Öncə bu 5 natural ədəddə olduğu kimi qalır. 2 tam 5'də 1 qarışıq ədəddir. Qarışıq ədədi öncə düzgün olmayan kəsrə çevirirəm. 5'i 2'yə vurdum 10, üstünə də 1 gəldim 11. Sonra baxıram ki, bu 5 ilə bu 5 ixtisar gedir. İxtisar eləyə bilərəm. Bu 5 ilə bu 5 ixtisar getdi. 1 qaldı, 1 qaldı. O birlərin də elə də bir mənası yoxdur. Cavabımız olacaq 11. Cavabımız oldu 11. İndi düzbucaqlı model üzərində deyir, göstərin ki, həqiqətən də doğru cavab almışsınız. Yəni düzbucaqlı modelimizi quraq. Bir tərəfi 5'dir, digər tərəfi 2 tam və 5'də 1 kimi ayırıram. Bura olsun 2 tam, burada olsun 5'də 1. Bu aşağı da olsun 5 tam. Sadəcə bu 5 tamı biraz azca böyük götürəcəm. İndi tamamlayaq düzbucaqlı uşaqlar. Siz xəttkeşlə çəkərsiniz, rəngli qələmlərlə çəkərsiniz, daha səliqəli alınır. Bura 5 tamdır. Bu hissə 2 tam, bu hissə isə 5'də 1 olsun. Və bölürəm. İndi uşaqlar, burada diqqət edirsinizsə, 2 dənə düzbucaqlı alınır. Bu birinci düzbucaqlı, bu da ikinci düzbucaqlı. Düzbucaqlıların qarşı tərəfləri bərabərdir. Bura 5'dirsə, burada 5'dir. İndi sahələrini tapaq. S1 bərabərdir 5 vuraq 2, 10 eləyəcək. S2 bərabərdir 5 vuraq 5'də 1. 5 ilə 5 ixtisar gedəcək. Cavab qalacaq orada da 1. Bu 5 ilə bu 5 ixtisar getdi. Burada da cavab qaldı 1. Toplayanda da həqiqətən eləyəcək 11. Ümumi sahədə bərabərdir 10 plus 1, 11. Həqiqətən də biz də yuxarıda 11 almışıq. Deməli, nəticəmiz düzgündür. İndi keçək ikincisinə. Bu da 2. 1 tam 8'də 1 vuraq 4. Öncə qarışıq ədədi düzgün olmayan kəsrə çevirirəm. 8 dəfə 1, 8, üstünə də 1 gəldim, 9. Vuraq 4. Uşaqlar, bu 4'ü yuxarı vurub sonra da ixtisar eləyə bilərsiniz. Belə də yazıb ixtisar eləyə bilərsiniz. Birbaşa elə buradan da ixtisar eləyə bilərsiniz. Bu haqda keçən videolarımızda danışmışdıq. 4'ü ixtisar eləyəndə 1, 4'ü ixtisar eləyəndə 2. Cavabımız olur 9 bölü 2. 9'un da içində 2 neçə dəfə yerləşər? 4 dəfə 8 eləyər, bir də qalıq qalır. İndi gəlin düzbucaqlı modeldə quraq, görək həqiqətən də düzmü nəticə almışıq. Bu hissə olsun 1 tam, bu hissədə olsun 4 tam. Bu balaca kəsr hissədə olsun 8'də 1. Düzbucaqlıya tamamlayıram. Bu balaca hissə 8'də 1, bu hissə 1 tam. Yuxarıda olsun 4 tam. 2 dənə düzbucaqlı alındı. S1, S2. Sahələrini tapaq. Düzbucaqlının qarşı tərəfləri bərabərdir. Yuxarı 4-dürsə aşağıda 4 olacaq. S1 bərabərdir 1 vuraq 4. Eni vuraq uzunluğu 4. S2 bərabərdir 4 vuraq 8'də 2. 8'də 1 daha doğrusu. İndi uşaqlar 4'ü surətə vururam 4. Aşağıda məxrəcdəki 4 ilə də 8 ixtisar gedir. 4'ü ixtisar getsə 1 qalır. 4'ü ixtisar getsə 2 qalır. Oldu 2'də 1. İndi sahələri toplayıram. S bərabərdir 4 tam üstə gələk 2'də 1. Həqiqətən də 4 tam 2'də 1 verdi bizə. Bunu da deməli doğru hesablamışıq. Üçüncüyə baxaq.
Üçüncüdə belə bir misal verilib. 4 tam 3'də 2 vuraq 1 tam 7'də 2. Öncə qarışıq ədədə çevirirəm. 3'də 4 dəfə 3 12 üstünə də 3 gəldim 10. 4 dəfə 3 12 üstünə də 2 gəldim 14. Vuraq 7'də 7 dəfə 1 7 üstünə də 2 gəldim 9. İndi ixtisarlarımızı aparaq. 9 3'ə bölünür 3 qalır. 3 3'ə bölünür 1 qalır. 7'yə bölünsə 1 qalar. 7'yə bölünsə 2 qalar. Surətdə 3 dəfə 2 6, məxrəcdə də 1. O da bizə verəcək deməli. 3 dəfə 2 6, 1 dəfə 1 1. Cavab elədi 6. İndi gəlin düzbucaqlı model üzərində yoxlayaq görək həqiqətən də düzgünmü bir nəticə almışıq. Bölək düzbucaqlı modelimizə bu hissə olsun 4 tam, bu hissədə olsun 3'də 2 kəsri. 4 tam 3'də 2. Bu hissə olsun 1 tam və 7'də 2. 7'də 2. Tamamlayaq düzbucaqlığımıza. 4 dənə burada düzbucaqlanır. Düzbucaqlığın qarşı tərəfləri bərabərdir. Yuxarı 4'dürsə aşağıda 4'dür. Bu tərəf 7'də 2'dirsə bu tərəf də 7'də 2'dir. Yuxarı 3'də 2'dirsə aşağıda 3'də 2'dir. 4 dənə burada düzbucaqlı alındı. Birincidən başlayıram. S1 bərabərdir. 1 vuraq 4. El olacaq 4. S2 bərabərdir. Bunun sahəsini qıraqda hesablayıb yazıram. S2 bərabərdir. 7'də 2 vuraq 4. Bu da bizə verəcək 7'də 8. 7'də 8. Onu da 1 tam 7'də 1 də yazmaq olar. Yazdım içərisinə. İndi S3'ü hesablayaq. S3 bərabərdir. S3 bərabərdir. Qarşı tərəfdə 1'dir. 3'də 2'ni 1'ə vuranda elə 3'də 2 eləyəcək. 3'də 2 vuraq 1 bərabərdir 3'də 2. Bunu da içine yazdıq 3'də 2. Balacaya baxaq S4'ə. S4 bərabərdir. 3'də 2 vuraq 7'də 2. Məxrəc məxrəcə, surət surətə vurulur. 21'də 4 eləyir. İndi ümumi sahəni tapmaq üçün bunları toplamalıyıq uşaqlar. Onu da harda toplayım? İzninizlə mən digər hissələri silirəm, 1 ilə 2'ni və həmin hissələrin yerində cəmi yazacağım, çünki başqa yerim yoxdur. Davam edirəm uşaqlar. Sahələrin cəmini də burada yazıram. S bərabərdir. S1 oldu 4. S2 oldu 1 tam 7'də 1. S3 oldu 3'də 2. S4 da oldu 21'də 4. İndi 7, 3, 21. Bunlar üçün əkyob elə 21'dir. 7'ni 21'ə tamamlamaq üçün tamamlayıcı vuruq 3 olacaq, 3'ə vuracaq. 3'ü 21'ə tamamlamaq üçün tamamlayıcı vuruq 7 olacaq, 7'yə vuracaq. 21'in də özü 21 olduğu üçün saxlayıram. İndi 4 tam üstə gələk. 1 tam 21'də 3. Üstə gələk 21'də 2 dəfə 7 14. Üstə gələk 21'də 4'ün elə özü qalır. Bərabərdir. Tamlar bir toplayıram 5 tam eləyir. 21'də indi kəsirləri toplayıram. 21'də 3, 21'də 14, 21'də 4, 21'də 18, 21'də 21. 21'də 21 bizə nə verir uşaqlar? 1 verir. 5 üstə gələk 1. Bu 6 tam. Həqiqətən də aldığımız nəticəyə baxaq. Burada da 6 tam almışıq. Düzbucaqlı model üzərində yoxladıq. Gördük, burada da cavabımız 6'dır. Deməli, düzgün həll eləmişik. İndi 3 dənəsində düzbucaqlı modellə yoxladıq uşaqlar. Digərlərində düzbucaqlı modellə yoxlamayıb birbaşa elə həllini yazacaq. Bizə deyirdi, bir neçə modeli yoxladıq. Davam edək, keçək digər variantlara. Dördüncüsünə baxaq. Bu dördüncüsüdür. 4 tam 3'də 2 vuraq 1 tam 7'də 2. Bərabərdir. Düzgün olmayan kəsirə çevirirəm 3'də. 4 dəfə 3 12. Üstə də 2 gəldim 14.
Deyəsən, bayaq mən bu variantları qarışdırmışam. Dördüncünü yazmışam. Bircə dəqiqə uşaqlar üzr hesab edin. Hə, bayaq mənim izah elədiyim 3 əslində 4-dür. Yerini qarışdırmışam. Bu üçün yox, 4-ün misalını köçürtmüşəm. 4 tam 3-də 2, vuraq 1 tam 7 2. Bu dördüncü variantdır uşaqlar. 4-dür. 4. İndi 3'ü izah edəcəm. Bu 4, bu 4 oldu, bu 3 olacaq. Yerlərini dəyişik yazsa olar, heç nə olmaz. Üçüncü bəndi izah edeyim. 4, üçüncü bəndimiz. Bunları da düzəldim. Bu 3 oldu, bu 4 oldu. Bayaq mən sadəcə birinci 4'ü yazmışdım. 2 tam 2'də 1 vuraq 7'də 6 bərabərdir. Düzgün olmayan kəsrə çevirim. 2'ni 2'ye vururum. 4 üstünə 1 gəldim 5. Vuraq 7'də 6. İndi uşaqlar 6 ilə 2 ixtisar gedir. Öncə o ixtisarlarımızı aparırıq. 2 ixtisar gedir, 1 qalır, 2 ixtisar gedir, 3 qalır. Sonra kəsrin surəti surətlərə vurulub surətdə yazılacaq. 5 vuraq 3. Bunu birbaşa da vurub yaza bilərsiniz. 1 vuraq 7. 15 bölək 7. 15'in içində 7 neçə dəfə yerləşir? 2 dəfə yerləşir. 14 eləyir. Bir də qalıq qalır. İndi uşaqlar 5-ciyə baxaq. 4'ü bayaq yazmışdım. Yeni də qeyd edirəm. 5. 3 tam 3'də 1 vuraq 1 tam 5'də 3. Düzgün olmayan kəsrə çevirirəm. 3'də 3 dəfə 3 9 üstünə 1 gəldik 10. Vuraq 5'də 5 dəfə 1 5 üstünə də 3 gəldim 8. İndi ixtisar eləyək. 10 5 ixtisar gedir 2 qalır. 5 5 ixtisar gedir 1 qalır. Məxrəcdə 3 vuraq 1. Surətdə 2 vuraq 8. 16 bölək 3. 16'nın içərisində 3 neçə dəfə yerləşər? 5 dəfə yerləşər. 15 eləyər. Bir də qalıq qalar. Bu 5-ci idi. İndi 6'ya baxaq. 6-cı bəndimizdə 1 tam 7'də 1 vuraq 1 tam 4'də 3 bərabərdir. 7'də 7 dəfə 1 7 üstünə 1 gəldik 8. Vuraq 4'də 4 dəfə 1 4 üstünə 3 gəldik 7. İndi ixtisarlarımıza aparaq uşaqlar. Ümumiyyətlə bu qarşı ədədlərin vurulmasında mənim ən sevdiyim metod düzgün olmayan kəsrə çevirmə metodudur ki, daha qısa, daha tez cavab alınır. 7'lər ixtisar getdi 1 1 qaldı. 8 4 ixtisar getdi 2, 4 4 ixtisar getdi 1 qaldı. Digər metodlar isə biraz uzun gəlir mənə və vaxt aparan olur. Yəqin ki, siz elə düşünürsünüz. Cavabımız olacaq 2 bölək 1, 2. İndi 7'yə baxaq. 5 tam 7'də 4 vuraq 3 tam 5 tam 7'də 4 vuraq 3 tam 2'də 1. Yenə düzgün olmayan kəsrə çeviririk. 7'də 7 dəfə 5 35 üstünə də 4 gələndə 39 vuraq 2'də 2 dəfə 3 6 üstünə də 1 gəldim 7. 7 ilə 7 tam ixtisar getdi 1 1 qaldı. Surətdə olacaq 39'u 1'ə vursaq 39. Məxrəcdə 1'i 2'yə vursaq 2. 39'un içərisində 2 neçə dəfə yerləşər? Deməli 38'in içində 19 dəfə yerləşəcək. Qalıq da 1 qalacaq. 8-ci bənddə baxaq. 8. 3 tam 4'də 1 vuraq 2 tam 5'də 3. Düzgün olmayan kəsr çevirirəm hər birini. 12 4 dəfə 3 12 üstünə də 1 gəldim 13. Vuraq 5'də 2 dəfə 5 10 üstünə də 3 gəldim 13. Məxrəci məxrəcə vurub məxrəcdə yazıram. Surəti surətə vurub surətdə yazıram. Surət bizə verəcək 169, məxrəc də verəcək 20. 169'un içində 20 neçə dəfə yerləşər? 8 dəfə 160 eləyər. 9 da qalıq qalır.
9-cu bəndimizə baxaq. Bu 9, bu isə 10-dur. 1 tam 7-də 3 vuraq 1 tam 5-də 2. 1 tam 7-də 3, 1 tam 5-də 2. 7-də 7 dəfə 1 7, üstünə 3 gəldik 10. Vuraq 5-də 5 dəfə 1 5, üstünə də 2 gəldim 7. 7 ilə 7 tam ixtisar gedir. Tam gedir 1, 1 qalır. 5 ilə də 10 ixtisar gedir. 10 5-ə böləndə 2, 5 5-ə böləndə 1 qalır. İndi surətə vurub surətdə yazırıq. 2 vuraq 1, 2 eləyəcək. 1 vuraq 1, 1 eləyəcək. Cavab da olacaq 2. 10-cu bəndimizə baxaq. 2 tam 4-də 1 vuraq 1 tam 3-də 1. Düzgün olmayan kəsrə çevirsək 4-də 4 dəfə 2 8, üstünə 1 gəldim 9. Vuraq 3-də 4 dəfə 1 4. Daha doğrusu 3 dəfə 1 3, üstünə də 1 gəldim 4. 4 ilə 4 tam ixtisar gedir. 9 ilə də 3 ixtisar gedir. Burada 3 qalır, burada 1 qalır. Surətdə 3 vuraq 1, məxrəcdə də 1 vuraq 1. Cavabımız da oldu 3. Beləliklə, birinci çalışmanın bütün variantlarını sizlərə tam izahlı formada izah edib başa saldım. İndi isə keçək ikinci çalışmamıza. İkinci çalışmada vurmanın paylama xassəsinə əsasən hesablayın. Bir neçə cavabın doğruluğunu sahə modeli ilə yoxlayın. Burada biraz işimiz cüzi uzun ola bilər uşaqlar. Çünki qarışıq ədədi, bax məsələn burada göstəriblər 3də 1 kəsini 3 tam 4-də 3-ə vurmaq istəyirik. Bu zaman qarışıq ədədi tam və kəsirin cəmi şəklində yazırıq. Ayrı-ayrı 3də 1-i həm 3-ə, həm 4-də 3-ə vurub, sonra nəticələri toplayırıq. Gəlin başlayaq yazmağa. Birinci bənddən başlayaq. 3 vuraq 2 tam 3-də 1. 3-ü vururam. Qarışıq ədədi isə tam və kəsirlərini ayırıram. 2 tam 3-də 1 yazacağım. 2 tam üstə gələk 3-də 1 şəklində və 3-ü mötərizədəki hədlərin hər birinə ayıraraq da vuracağım. Bir dəfə 3-ü vuracağım 2-yə, bir dəfə də vuracağım 3-də 1-ə və toplayacağım. İndi uşaqlar, başlayaq davam edək. Bərabərdir. 3 vuraq 2. Üstə gələk. 3 vuraq 3-də 1. Hər birini ayıraq da vurdum. İndi 3-ü 2 vuranda 6 eləyir. 3 ilə də 2 elə 3-ün özünə ixtisar gedir. Fərqli rəngdən göstərin bu ixtisarları. 1 qalır, 1 qalır. 1-i də 1-ə böləndə 1 eləyəcək. Ona görə cavabı elə birbaşa 1 yazacağım. Uzatmadan. Üstə gələk 1, bizə verəcək 7. Deyir, cavabın doğruluğunda düzbucaqlı modelinə göstərin ki, həqiqətən doğru almışsınız. Başlayaq düzbucaqlı modelinə. Bu 3 tam olsun. Bu da 2 tam. Bu 3 tam. Bu da 2 tam. Bu hissədə 3də 1 kəsirinə bərabər olsun. 2 dənə sahə alındı. S1, S2. Sahələrini tapaq. S1 bərabərdir. Eni vuraq uzunluğu 6. S2 də bərabərdir. Yenə eni vuraq uzunluğu. Eni 3də 1-dir. Uzunluğu da 3-dür. 3də 1 vuraq 3. 3də birbaşa surətə vurulur. Bax, bu 3 birbaşa bura vurulur. Biz bunu keçmişik artıq. 3-ü 3-ə böləndə 1 eləyir. Həqiqətən də sahələri toplayanda 6 üstə gələk 1 bizə 7 verir. İkinci varianta baxaq. İkinci variant. 1 tam 8-də 1-i vururuq 4-ə. 1 tam 8-də 1-in əvəzinə 1 tam üstə gələk 8-də 1 yazacağım. Vururam 4-ə. Bu 4-ü gətirib hər birinə ayrı-ayrıqda vuracağım. 8-də 1-ə vuracağım və 1-ə vuracağım. Ayrı-ayrıqda. Ortada da üstə gələk işarəsi qoyuruq. 1 vuraq 4, üstə gələk 8-də 1 vuraq 4. O da bərabərdir. 1-i 4-ə vuranda 4. 8-də 1-i 4-ə vuranda bu 4 birbaşa surətə bax bura vurulur.
olur 8-də 4. 8 ilə də 4 ixtisar gedir. İxtisarlarımızı da el aparaq burada. 4-ə gedir 1, 4-ə gedir 2. Olacaq cavabımız 4 plus 2-də 1, 4 tam 2-də 1. İndi gəlin düzbucaqlı modeldə də yoxlayaq görək cavabı düzmü aldıq. Bu hissə olsun 1 tam, bu hissə olsun 4 tam. 1 tam, bu balaca hissə də olacaq 8-də 1. Düzbucaqlıya tamamlayıram. 2 dənə sahə alındı. Bu da 4 tamdır. S1, bu da S2. İndi sahələrini tapaq. S1 bərabərdir 4 vuraq 1, 4 eləyəcək. S2 bərabərdir. Qarşı tərəflər bərabərdir. Bura 4-dürsə, burada 4-dür. 8-də 1 vuraq 4. 4 birbaşa surətə vurulur. 4 bölü 8. 4-ə ixtisar gedir. 1 bölü 2. Sahələri də toplayanda 4 plus 2-də 1. Elə ümumi sahə alınır. 4 tam 2-də 1. Baxdıq ki, nəticəmiz elə yuxarıdakı kimidir. 2 dənəsinə düzbucaqlı model qurduq. İndi uşaqlar, keçək 3-cü variantın izahına. Bunun üçün lövhəni təmizləyəcəm mən. Ümid edirəm ki, bura qədərini başa düşdünüz. 3-cü variant. 6 vuraq 1 tam 8-də 3. 6-nı vururam. Qarşı ədədi tam və kəsirin cəmi şəklində göstərirəm. Bir dəfə 6-nı 1-ə vururam. Üstə gələk bir dəfə də 6-nı 8-də 3-ə vururam. Hesablayıram. 6-nı 1-ə vuranda 6 eləyir. Üstə gələk 6-nı 8-də 3-ə vuranda 8-də 6 vuraq 3 yaza bilərəm surətdə və ixtisar eləyirəm. 6 ilə 8, 2 ixtisar gedir, burada 3 qalır. 2 ixtisar gedir, burada 4 qalır. Hesablayaq. 6 tam, üstə gələk 4-də, 3 dəfə 3, 9. 6 tam üstə gələk 4-ün içində, 9-un içində 4 neçə dəfə yerləşər? 2 dəfə 8 ilə bir də qalıq qalar. Tamla tamı toplayıram. 8 tam, kəsr hissəni sadəcə yanına qeyd edirəm. Çünki onunla toplanansı burada kəsr hissə yox idi. İndi gəlin bunu da düzbucaqlı modeldə göstərək. Amma da yerdə qalan variantlarda düzbucaqlı model göstərməyəcəm uşaqlar. Çünki yeri çox tutur və bizə də hamısında göstər deməmişdi. Bir neçə variantda göstər demişdi. Bu olsun 6 tam, bu da olsun 1 tam. Bu balaca hissə də olsun 8-də 3 kəsri. Düzbucaqlıya tamamlayırıq. Tamamladıq. 2 dənə sahə alındı. S1, S2. Sahəni tapanda ümumiyyətlə düzbucaqlının qarşı tərəfləri də bərabərdir. Burada 6 qeyd eləyək və sahələri hesablayaq. S1-i tapmaq üçün enini uzunluğuna vurduq, oldu 6. S2-ni də tapmaq üçün yenə enini uzunluğuna vurduq, 8-də 3. 6 birbaşa surətə vurulur. 6 vuraq 3 bölək 8. Bunu da bayaq burada hesaplamışdıq. 6 vuraq 3 bölək 8 bizə 4-də 9 verirdi. 6 ilə 8 ixtisar gedirdi. Burada 3 vuraq 3. Burada isə 4 qalırdı. 9 bölək 4. Bu da 2 tam 4'də 1 idi. Bayaq yuxarıda hesaplamışdıq. Ona görə asan hesablayıram bunları. Sahəni də taparkən tamla 2 dənə sahələrin cəmini tapmaq lazımdır. Tamla tamı topladım. 8 tam. Kəsr hissəsini isə sadəcə yanına qeyd etdim. Və gördüyünüz kimi nəticə ilə yuxarıda alınan nəticə idi. Uşaqlar, bu yazdığım hamısı oldu hansı çalışmanın, hansı variantın izahı? 3-ün izahı. İndi keçək 4-ün izahına və dediyim kimi yerdə qalan variantlarda artıq düzbucaqlı model göstərməyəcəm. 2 tam 2-də 1 vuraq 7-də 6. Vuraq 7-də 6. Öncə qarışıq ədədi düzgün olmayan kəsrə çevirirəm. Olur? Yox, çevirmirik. Burada bizə tam və kəsr şəklində yazmaq deyilmişdi. Mən bir anlıq birinci çalışmaya ağlım getdi. Vuraq 7-də 6. İndi 7-də 6-nı bir dəfə 2-yə vuracağım. Bax, oxlarla göstərirəm. Bir dəfə 2-yə vuracağım. Bir dəfə də 2-də 1-ə vuracağım. Yazıram. 2 vuraq 7-də 6 və yaxud 7-də 6 vuraq 2. Vuraq 2. Üstə gələk.
7-də 6 vuraq 2-də 1. 7-də 6-nı 2-yə vururam 12 eləyir. Üstə gələk. Burada amma ixtisarımız var. O ixtisarı aparaq. 6, 2 ixtisar gedir, 3 qalır. 2, 2 ixtisar gedir, 1 qalır. Onda uşaqlar məxrəcdə 7-ni 1-ə vuranda 7 eləyəcək. Çox da uzatmayaq. Surətdə 3-ü 1-ə vuranda 3 eləyəcək. Və bunlar toplasaq 7-də 15 eləyir. 15-in içində də 7 2 dəfə yerləşir. 14, 15-dən 14-ün çıxanda qalıq 1 qalır. Dördüncü variantı yazdıq. İndi baxaq 5-ci variantımıza. 5-ci variantda 4 tam 3-də 2 vuraq 7-də 2 verilib. 3-də 2, 7-də 2. Aha, uşaqlar 4 tam 3-də 2-ni 4 tam üstə gələk 3-də 2 kimi yazıram. Vuraq 7-də 2. 7-də 2-ni bir dəfə 4 tama vuracam. Bir dəfə də 3-də 2 kəsirinə vuracam. Mötərizə xaricindəki həddi daxildəkilərin hər birinə ayrı-ayrı vururuq. Olacaq 7-də 4 birbaşa surətə vurulur 8, üstə gələk. 3 dəfə 7, 21-də məxrəc surətə, 21-də 4. İndi uşaqlar, baxıram ki, 7 və 21 üçün əkop ortaq məxrəc elə 21-in özüdür. 7-ni 21-ə tamamlamaq üçün tamamlayıcı vuruq 3-ə vurmaq lazımdır. 21-də 3 dəfə 8, 24. Üstə gələk 21-də 4. Toplayanda da bizə verəcək 21-də 28. 28-in içində 21 bir dəfə yerləşər. Qalıq isə 7 qalar. İndi isə keçək digər variantların həllinə. Hətta uşaqlar, bunu deyim, sonra keçin. Bax, burada görürsünüz ki, surət və məxrəc hər biri ixtisar gedə bilir 7-yə. 7-yə ixtisar eləyə bilərik burada. O ixtisar da eləyim, sonra keçək, burada qalmasın. 7-yə böləndə 1, 7-yə böləndə 3 cavabımız olacaq 1 tam 3-də 1. Altıncı bəndimizə baxaq. 6-cı bənddə 3-də 1 vuraq 1 tam 5-də 4 verilib. 3-də 1 olduğu kimi saxlayıram. Qarşıq ədədi tam və kəsirin cəmi şəklində göstərirəm. İndi 3-də 1-i bir dəfə 1-ə vuracaq, bir dəfə də 5-də 4-ə vurub toplayırıq. 3-də 1 vuraq 1. Üstə gələk 3-də 1 vuraq 5-də 4. Bərabərdir. 3-də 1-i 1-ə vuranda elə 3-də 1 eləyəcək. Üstə gələk. 3-də 1-i 5-də 4-ə vuranda məxrəcə vurulur. Məxrəcdə yazılır. 3 dəfə 5, 15. Surətə vurulub. Surətdə yazılır. 4. Baxıram ki, 15 ilə 3 üçün əkyob elə 15-dir. Ona görə 3-ü 15-ə tamamlamalıyıq. Tamamlamaq üçün 5-ə vururuq. Tamamlayıcı vuruq olur 5. 15-də 5. Üstə gələk 15-də 4. Toplayanda bizə verir 15-də 19. 19-un içində 15 bir dəfə yerləşir. Qalıq da 4 qalır. 7-ci varianta baxaq. 7-ci bənd. 7-də 1 vuraq. 1 tam 7-də 3. 1 tam 7-də 3. 7-də 1-i saxlayıram. Qarşıq ədədi 1 tam və 7-də 3-ün cəmi şəklində göstərirəm. İndi 7-də 1-i bir dəfə 1-ə, bir dəfə də 7-də 3-ün özünə vururam. 7-də 1, vuraq 1. Üstə gələk 7-də 3, vuraq 7-də 1. Hər bir həddi 7-də 1-ə vurdum. 1-i 7-də 1-ə vuranda elə 7-də 1-in özü eləyir. Üstə gələk. Digər 7-də 3-ü 7-də 1-ə vuraq. Məxrəcə vurulub məxrəcdə yazılacaq 49. Surətə vurulub surətdə yazılacaq 3. İndi 49 ilə 7 üçün əkyob elə 49-dur. Onda birinci kəsrə surət və məxrəci 7-yə vurulmalıdır ki, məxrəc 49-a tamamlansın. Bu da toplayanda bizə verəcək 49-da 10.
49'da 10. 8-ci bəndimizə baxaq. 1 tam 7-də 4 vuraq 2-də 1. 1 tam 7-də 4'ü yazıram. 1 tam 7 üstə gələk 7-də 4 şəklində. Vururam 2-də 1'ə. 2-də 1'i bunların hər birinə vuracam. Hər birinə. 1 vuraq 2-də 1. Üstə gələk 7-də 4 vuraq 2-də 1. 1'i 2-də 1'ə vuranda elə 2-də 1 eləyir. Amma burada 4 ilə 2 ixtisar gedəcək. Onu öncə ixtisar eləyək. 4 2'ye bölünendə 2 qalır. 2 2'ye bölünendə 1 qalır. Məxrəci məxrəcə vuraq, məxrəcdə yazaq. 7'ni 1'ə vuranda 7, surətdə 2'ni 1'ə vuranda 2. İndi 7 ilə 2 üçün əkob 14'dür. Onda birinci kəsrin surət və məxrəci 7'yə, ikinci kəsrin surət və məxrəci 2'yə vurular ki, məxrəclər 14'də tamamlansın. 14'də 7, üstə gələk 14'də 4. Toplayanda da bizə verəcək 14'də 11. Yaxşı, davam edirik 9-cu variantımıza. 9-cu variantda 1 tam 4'də 1 vuraq 5'də 3 verilib. 1 tam 4'də 1'i 1 tam üstə gələk 4'də 1 şəklində yazıram. Vuraq 5'də 3. 1'i 5'də 3'ə vururam. Üstə gələk 4'də 1'i 5'də 3'ə vururam. 1'i 5'də 3'ə vuranda elə 5'də 3 eləyəcək. Digərlərində məxrəc məxrəcə vurulur 20, surət surətə vurulur 3. 20 ilə 5 üçün tamamlayıcı vurulmuz 4'dür. Birinci kəsrin surət və məxrəcini 4'ə vururam. Toplayanda bizə verəcək 20'də 15. Bu da surət və məxrəc 5'ə bölünür. 5'ə bölsəm 3 qalar, 5'ə bölsəm 4 qalar. İxtisarlarda istəyirsiniz fərqli rənglə göstərim. 5'ə böldüm 3 qaldı, 5'ə böldüm 4 qaldı. Keçək sonuncu bəndimizə 10'a. Nəhayət 10'a çatdıq. 10-cu bənddə 1 tam 7'də 3 vuraq 5'də 3 verilib. 1 tam 7'də 3'ü 1 tam üstə gələk 7'də 3 kəsir şəklində yazıram. Vuraq 5'də 3 bərabərdir. 1 tamı 5'də 3'ə vururam. Üstə gələk 7'də 3 kəsirini 5'də 3'ə vururam. Tamını ayrı, kəsirini ayrı. İndi uşaqlar 1'i 5'də 3'ə vuranda elə 5'də 3 qalacaq. Üstə gəl. Digər kəsirdə məxrəc məxrəcə vurulur 35, surət surətə vurulur 9. 35 və 5 üçün əkob elə 35'in özüdür. Ona görə birinci kəsirin surət və məxrəci gərək 7'yə vurulsun. Toplayanda da bizə verəcək 35'də 30. Surətlə məxrəc 5'ə ixtisar gedir. Surətdə 6, məxrəcdə isə 7 qalır. 5'ə ixtisar eləsəniz. Bu birinci çalışmanın izahı idi. Ümid edirəm ki, başa düşdünüz. Mən isə keçirəm 3-cü çalışmanın izahına. Çalışmaya geçməzdən öncə burada yenə bizim kiçik bir qaydamız var. Qarşılıqlı tərs ədədlər haqqında. Yadınızda qalsın, hasili birə bərabər olan 2 ədəd qarşılıqlı tərs ədəd adlanır. Məsələn, baxaq. Burada verilib 3'də 1, 3. Bunları bir-birinə vuranda 3'lər ixtisar gedəcək, 1 qalacaq. 3'də 2, 2'də 3. Qarşılıqlı tərslər. Birinin surəti digərinin məxrəcinə bərabərdir. Təbii ki, vuranda ixtisar gedir, 1 qalır. 7'də 5, 5'də 7, elə o 1 tam 2'də 1 tam 5'də 2 deməkdir. Düzgün olmayan kəsrə çevirəndə 5'də 7 eləyəcək. Bunların hamısını bir-birinə vuranda cavab verilədiyinə görə bu ədədlər qarşılıqlı tərs ədədlərdir. Bir daha təkrar edirik. Hasili 1'ə bərabər olan ədədlər qarşılıqlı tərs ədədlərdir.
Adi kəsirin surətinlə məxrəcinin yerini dəyişdikdə qarşılıqlı tərs ədədlər alınır. Məsələn, adi kəsirimiz B-də A-dırsa, onun qarşılıqlı tərsi A-da B ədədidir ki, buranda surətlərlə məxrəclər gedir, cavab bizə 1 verir. Davam edib biz 3-cü çalışmanın 1-ci bəndindən. Bəndimizdə verilən ədəd cütləri arasında qarşılıqlı tərs ədədləri müəyyən edin. Uşaqlar, hasillərini hesablayırıq. Əgər hansının cavabı 1-ə bərabərdirsə, onlar olacaq qarşılıqlı qarşılıqlı tərs ədədlər. 4-də 1 vuraq 5-də 4 bərabərdir. Düzgün olmayan kəsiri çevirirəm. 4 dəfə 1 4, üstünə də 1 gəldim 5. Vururam 5-də 4-ə. Bax, elə buradan görürük ki, surət surətlə, məxrəc-məxrəclə ixtisar gedəcək. 5 ilə 5 getdi, 1, 1 qaldı. 4 ilə 4 getdi, 1, 1 qaldı. Surətdə 1 vuranda, məxrəcdə 1. 1-i 1-ə vurdum, 1-i 1-ə vurdum. Bu da 1 bölək 1 deməkdir. Hər dəfə bu qədər uzatmağa ehtiyac yoxdur. Cavab gördüyünüz kimi 1 alındı. Deməli, bunlar qarşılıqlı tərsdir. İndi ikincisine baxaq. İkincisində 4-də 1 vuraq 4. Bu 4 birbaşa surətə vurulur. Elə buradan da ixtisar eləyə bilərdiniz. 4-də 4-ə böləndə 1 qalır. Bu da qarşılıqlı tərsdir. İndi keçək üçüncüsünə. Üçüncü bənddə 2 tam 2-də 1 vuraq 5-də 3-ü hesablayaq. Bərabərdir. Düzgün olmayan kəsirə çevirəndə 2-də 2 dəfə 2 4, üstünə 1 gələndə 5 vuraq 5-də 3. Uşaqlar, burada 5 ilə 5 gedir. 1 qalır, 1 qalır. Hətta onu fərqli rəng eləyim. Qara ilə qaranı ixtisar eləyəndə ekranda yaxşı görünməyə bilər. 5-i 5-i ixtisar elədik 1, 5-i 5-i ixtisar elədik 1. Amma digərləri ixtisar etmədi. Ona görə yerdə qalanları yazıram. Surətdə 1-i 3-ə vuranda 3, məxrəcdə 2-ni 1-ə vuranda 2. 1 alınmadı axı. Deməli, qarşılıqlı tərs deyil. Ona görə qabağına yazmadım. Hətta yazım qarşılıqlı tərs deyil. Dördüncü bəndə baxaq. 3-də 2 və 3 tam 2-də 1 çevirək. 3-də 2 vuraq 2-də 2 dəfə 3 6, üstünə 1 gəldik 7. Burada 2 ilə 2 ixtisar gedəcək, amma digərləri ixtisar getmir. 2 ilə 2 gedir, 1, 1 tam ixtisar gedir. Yerdə qalanları vurub yazsaq alınmayacaq. Bu da qarşılıqlı tərs deyir. Surətdə 7, məxrəc 3-dür. Bu da qarşılıqlı tərs olmadı. 5-ci bəndə baxaq. 5-ci bənddə 6-da 5 vuraq 1 tam 5-də 2 verilib. 1 tam 5-də 2 bərabərdir. 6-da 5 vuraq 5-də 5 dəfə 1 5, üstünə 2 gələndə 7 eləyəcək. 5 ilə 5 ixtisar gedəcək, amma 6 ilə 7-yi heç nə eləmək olmayacaq. Ona görə bu da qarşılıqlı tərs deyil. 1, 1. Surətdə 7 qalır, məxrəcdə 6 qalır. 1 alınmır. Bu da qarşılıqlı tərs deyil. Keçək 6-cı bəndimizə. 6, 8-də 3 vuraq 2 tam 3-də 2 bərabərdir. 8-də 3 vuraq 3-də 3 dəfə 2 6, üstünə 2 gəldi 8. Bəli, bu tam ixtisar gedəcək. 3 ilə 3 gedir. 1, 1 qalır. 8 ilə də 8 gedir. 1, 1 qalır.
Surətlərdə də 1-dir, məxrəclərdə də 1-dir. Ona görə cavab 1-dir. Bu qarşılıqlı tərsdir. 7-ci bəndə baxaq. 1,9-da 1 vuraq 10. Hesablayaq uşaqlar. 9-da 9 dəfə 1 9 üstünə də 1 gələndə 10 eləyir. 10-a da vuranda 10 birbaşa surətə vurulacaq. 100 bölək 9 alınacaq. Bu da qarşılıqlı tərs deyil. Bax, bu ədəd birbaşa surətə vurulur. Bundan əvvəlki dərslərimizdə istifadə etmişdik. Bu da üçüncü çalışmanın izahı. Yadınızda qalsın ki, qarşılıqlı tərs ədədlər deyəndə hasili birə bərabər olan ədədlər nəzərdə tutulur. Ümid edirəm ki, bunu da başa düşdünüz. Keçək dördüncü çalışmanın izahına. İndi uşaqlar, burada deyilir ki, vurmanın qruplaşdırma xassəsindən və qarşılıqlı tərs ədədlərin hasilindən istifadə etməklə qiyməti hesablayın. Neyniyəcəyik? Qarşılıqlı tərs ədədləri bir qruplaşdırıb, onları bir vururuq, sonra digər ədədə vururuq. Yəni, həm vurmanın qruplaşdırma xassəsini tətbiq edirik, həm də qarşılıqlı tərs ədədlərin hasilinin birə bərabər olmasını. Birinciyə baxaq. Birincidə 2-də 1, vuraq 1,3-də 1, vuraq 2 verilib. 2-də 1 ilə 2 qarşılıqlı tərs ədədlərdir. Çünki vuranda 2 ilə 2 gedəcək, 1 qalacaq. Ona görə qarşılıqlı tərs ədədləri bir qruplaşdırıram. Bax, bunlar qarşılıqlı tərs ədədlərdir. 2-də 1 ilə 2. Vuraq 1,3-də 1-ə ayrıca yazıram. Bu hissənin cavabı bizə nə verir? Qarşılıqlı tərs, bax bu mötərizə, qarşılıqlı tərsdir. Ona görə cavabı 1 verəcək. 1 vuraq, 1,3-də 1, o da cavab elə verəcək 1,3-də 1-in özü. Biri nəyəsə vuranda elə həmin ədəd alınır. İndi keçək ikincisinə. İkinci bəndində 4-də 3, vuraq 2, vuraq 1,3-də 1, vuraq 3-də 2. İndi uşaqlar, gəlin öncə qruplaşdıraq qarşılıqlı tərs ədədləri. Bu 1,3-də 1, 3-də 4 deməkdir. Deməli, 4-də 3 ilə qarşılıqlı tərsdir. Yazıram 4-də 3, vuraq 3-də 1-in əvəzinə uşaqlar mən yazacağım 3-də 4. Bax, bu 3-də 1-in əvəzinə bu 3-də 1, 3-də 4 deməkdir. Elə birbaşa çevirdim, yazdım. Yerdə də qalır digərləri. 2 vuraq 3-də 2. Bunlar qarşılıqlı tərsdir. Mən qısa yazdım. Sözü bütöv yazmadım, uzun olmasın deyə siz bütöv yazacaqsınız. Qarşılıqlı tərs. Qarşılıqlı tərslərin hasili 1 verir. Vuraq 2, vuraq 3-də 2. İndi 3-də 2 dəfə 2, 4 eləyəcək. Onu da 1,3-də 1 kimi yazmaq olar. İndi keçək üçüncü bəndimizə. Üçüncü bənddə 5-də 2 verilib. Vuraq 2,3-də 1, vuraq 2-də 1, vuraq 7-də 3. Belə ifadələr verilib. İndi uşaqlar, baxaq görək nə edə bilərik? Hansılar qarşılıqlı tərsdir? 5-də 2-nin tərsi gərək 2-də 5 olardı. Burada elə bir şey yoxdur. Onda 2,3-də 1-i sadələşdirirəm. 3 dəfə 2, 6 üstünə 1 gələndə 7. 3-də 7 ilə 7-də 3 qarşılıqlı tərsdir. Öncə onları qruplaşdırıram. 3-də 7, bir də 7-də 3. 3-də 7-də 2,3-də 1-in sadələşdirilmiş formasında. Burada şifahi dedim sadəcə. Vuraq 5-də 2 olduğu kimi qalır. Vuraq 2-də 1 olduğu kimi qalır. İndi bunlar qarşılıqlı tərsdirlər. Qarşılıqlı tərsdirlərsə bu mötərizənin cavabı bizə 1 verəcək. Vuraq. Digərlərində də görürəm orada ixtisar var. Gəlin ixtisarla aparaq. 1 qalacaq, 2 ixtisar gedəndə 1, burada 1. Nə alındı?
1, mötərizənin cavabı 1. Sonra 5-də 1 vuraq 1-də 1. O da elə eləyəcək 5-də 1-in özü. Bu da 3-cü cavabı idi. 4-cüyə baxaq. 4-cü bənddə 4 tam 2-də 1. Bu eləyəcək 2 dəfə 4, 8, 9. 2-də 9 eləyəcək. 9 2-nin tərsidir. Bunu elə burada sadələşdiririk. Daha doğrusu sadələşdirdik. Vuraq 5, vuraq 1 tam 5-də 3. 1 tam 5-də 3-ü sadələşdirsək 5 dəfə 1, 5, üstünün üçgənində 8. Bunun da burada qarşılıq tərsi görsənmir, yoxdur. Olduğu kimi qalacaq. Yazıram uşaqlar. Dedik ki 4 tam 2-də 1, 2-də 9 deməkdir. Onun da tərsi elə gözümüzün düz qabağındadır, 9-da 2-dir. Bunları bir qruplaşdırdıq. Vuraq. 5-i saxlayıram olduğu kimi. Digərini də sadələşdirirəm 5-də. 5 dəfə 1, 5, üstünə 3 gələndə 8. İndi buradan mötərizə qarşılıqlı sadədir. Qarşılıqlı sadələrin hasili bizə 1 verir. Vuraq 5, vuraq 5-də 8. 5 ilə də 5 ixtisar gedir. 1 qalır. Cavab eləyəcək 8. Məxrəcdə 1 qalırsa 8-i 1-ə böləndə elə cavab 8-dir. 5-ci bəndə baxaq. Bu 5-ci bənddir. 5-ci bənddə görürük 7-də 4. Sonra görürük 2 tam 2-də 1. 2 tam 2-də 1. 2 dəfə 2, 4. Üstünə 1 gələndə 5. 2-də 5 deməkdir. Onun da tərsi var burada. Deməli, onları bir qruplaşdıracaq. 1 tam 4-də 3-də 4 dəfə 1, 4, üstünə 3 gələndə 7 eləyəcək. Bəli, onun da qarşılıqlı tərsi var. Elə 2-2 qruplaşdırarıq. Qruplaşdıraq uşaqlar. 7-də 4-ün tərsi oldu 4-də 7. 7-də 4-ün tərsi oldu, bax bu. 4-də 7. 1 tam 4-də 3. Çevirdik ki, o 4-də 7 eləyir. Sonra 2 dəfə 2, 4, üstünə gəldik 5. 2-də 5-in tərsi də 5-də 2-dir. O da verilib. Qarşılıqlı tərslərin hasili bizə nə verir? 1. 1-i də 1-ə vuranda cavab eləyəcək 1. Qruplaşdırıb mötərizədə yazdığımız qarşılıqlı tərs ədədlərdir. Onların da hasili 1 olduğuna görə cavab bizə 1 verir. Siz bax burada aşağısında qeyd edin. Qarşılıqlı sadə. Daha doğrusu qarşılıqlı tərs sadə yox. Bütün informasiyalar bir-birinə qarışdı. Tərs. Qarşılıqlı tərs. Qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabər olur. Bu da 4-cü çalışmamızın izahı idi. İndi isə keçək 5-ə. 5-ci çalışma məsələdir. Usta Əli tikintidə gün ərzində 7,4 saat işləyir. Tikinti şirkəti ona 1 saat üçün 8 manat ödəyir. Şirkət 5 günlük iş həftəsi üçün Usta Əliyə nə qədər pul ödəyir? 1 saata 8 manat qazanır və bir gündə də 7,4 saat işləyir. Bir gündə neçə saat işlədi? 7,4 saat. Onda 5 gündə neçə saat işlədiyini tapmaq üçün 5-i 7,4-ə vurmalıyıq. Bərabərdir 5 vuraq 4-də. 4 dəfə 7, 28, üstünə 1 gəldim, 29. Olacaq 4-də. 5 birbaşa 29-a vurulur. 29. 4-də. 100, 145. Saat. Bunu da uşaqlar çevirə bilərik. Çevirmədən də yaza bilərik. Hələ ki saxlayaq, sonra çevirərik bunu. İndi uşaqlar, 1 saatda nə qədər pul qazanır? 1 saatda 8 manat qazanırsa, onda 4-də 145
5 saatda görək bu nə qədər pul qazanır. Bunun üçün 8-i də vururam 4-də 145-ə. 8 vuraq 145 bölək 4. 8 ilə 4 tam ixtisar gedir. 4-ə ixtisar gedəndə 1, 4-ə ixtisar gedəndə 2 eləyir. Surəti surətə vururuq, 145-i 2-yə vururuq. O da eləyəcək 290 manat. Bu deməli usta 5 gün işləsə, bir həftə, həftənin 5 gününü işləsə 290 manat pul qazanmış olar. Yəni uşaqlar, gəlin bunu da düzgün olmayan kəsrə çevirək. 145-in içində 4 neçə dəfə yerləşər? 14-ün içində 3 dəfə yerləşəcək. 25-in içində 6 dəfə yerləşəcək. 24 bir də qalıq qalacaq. Bizə çevrilməmişi lazım idi ki, buranda daha tez cavab aldıq, amma çevrilmişini də göstərdim sizlərə. 5-ci çalışmanı da başa düşdüksə, indi keçək 6-cı çalışmamıza. 6-cı çalışmada sual belədir. Müştəri 5 kiloqram meyvə aldı. Bu meyvənin 3,2 kiloqramı alma, qalan isə armud idi. İndi uşaqlar, 1 kiloqram almanın qiyməti 1,5 manat, 1 kiloqram armudun qiyməti 2,5 manatdır. Müştəri cəmi nə qədər pul ödədi? İndi baxaq. 1 kiloqram alma qiymətinə baxaq. 1 kiloqram alma 1,5 manatdır. 1 kiloqram armud 1 kiloqram armudumuz da deməli neçə manat idi? Burada qeyd olunmuşdu. 2,5 manat. 2,5 manat. İndi uşaqlar, gəlin baxaq. Cəmi nə qədər meyvə alıb? 5 kiloqram meyvə alıb. 3,2 kiloqramı almadır. Armudu tapmaq üçün nə etməliyik? Çıxmalıyıq. 5 çıxaq 3,2. 5-dən 1 tamını götürürəm, 4 tam qalır. Əlimdəki 1-i 2-diki şəklində xırdalayıram. Çıxaq 3,2. Çıxanda tamdan tamını çıxıram. 1 tam, kəsirdən kəsiri çıxıram. 2,1 kiloqram armud. İndi gəlin hər bir meyvəyə nə qədər pul verib onu hesablayaq. Alma 3,2 kiloqramdır. 1 kiloqramın da qiyməti 1,5 manatdır. Almaya verdiyi pulu hesablayıram. 3,2 kiloqramdır. Öncə kiloqramı qeyd edirəm. 3,2 kiloqram alma idi. 1 kiloqramın da qiyməti 1,5 manat idi. Meyvənin kilosunu 1 kilonun qiymətinə vurduqda ona verdiyimiz ümumi pulu alırıq, tapırıq. 2 dəfə 3, 6 üstünə 1 gəldim. 7, vuraq 5-də, 5 dəfə 1, 5, üstünə də 2 gəldim, 7. İndi hesablayaq. 10-da 7 dəfə 7, 49. 4,9. Bunu da istəsək 4,9 kimi yazarıq. 4 manat 90 qəpiyini müştəri verib deməli almaya. İndi armuda nə qədər pul verib onu hesablayaq. Armud neçə kiloqram idi? 1,2 kiloqram alıb. 1,2 kiloqram. Armudun 1 kiloqramı 2,5 manatdır. Hesablayaq. 2-də 2 dəfə 1, 2, üstünə 1 gəldim. 3. Vuraq. 5-də 5 dəfə 2, 10. Üstünə də 3 gəldim. 13. Surətə məxrəcə vurulur. 10-da. 13-ü də 2-yə vuranda 39. Bu da 3,9 manat. İndi uşaqlar, bunları toplaya bilərik. Toplayaq cəmi.
Kəsirlə də toplaya bilərik. Onluq kəsirlə də toplaya bilərik. Heç bir fərqi yoxdur. Kəsirlə yazıram. 4,9 manatını almaya verib, 3,9 manatını da armuda verib. 10'dur bu. Bərabərdir. Tamla tamı toplayıram 7 tam. Kəsirlə də kəsiri toplayıram. 10'da 7 tam üstə gələk 10'da 18. 7 tam üstə gələk 18'in içində 10 neçə dəfə yerləşər? 1 dəfə yerləşər. Qalıqda 8 qalır. Buradan da elə 8 ilə 4 10'u ixtisar edeyim. 2 ixtisar eləsəm 4, 2 ixtisar eləsəm 5. İndi davam edək. Tamla tamı toplayıram 8 tam, kəsiri də sadəcə yanına qeyd elədim. Cəmi 8,5 manat pul xərcləmiş olur meyvələrə. Altıncı sualın izahını verdik. İndi keçək 7-ci sualımıza. Sual belədir. Düzbucaqlı formalı xalçanın uzunluğunu və enini ifadə edən ədədlər qarşılıqlı tərs ədədlərdir. Bu xalçanın eni 5/4 metr olarsa, onun perimetrini tapın. Eni 5/4 metrdirsə, uzunluğu bunun qarşılıqlı tərsi olacaq. Olacaq 4/5. Çünki deyir, qarşılıqlı tərs ədədlərdə adi kəsirin surətinin məxrəcinin yerini dəyişsək, özünə qarşılıqlı tərs olan kəsiri almış oluruq. Bu xalçanın perimetrini və sahəsini tapın. Sahəsini tapanda eninin uzunluğuna vururuq. 5/4 vuraq 4/5. Qarşılıqlı tərs ədədlərin hasili bizə nə verirdi? 1. Gəlin yoxlayaq, həqiqətən də 1 olurmu? Olur. 4 ilə də 4 gedir, 5 ilə də 5 gedir. Cavab oldu 1. Metr kvadratı. İndi uşaqlar, keçək perimetrini hesablayaq. Perimetrini hesablayarkən, düzbucaqlının perimetrini hesablayarkən eninlə uzunluğunu hesablayıb, toplayıb 2'ye vururuq. 5/4 üstə gələk 4/5. Çünki enindən də 2 dənədir, uzunluğundan da 2 dənədir. 2 vuraq. 5 ilə 4 üçün əkop 20'dir. 20'ye getirmək üçün bunu tamamlayıcı vuruq 4, bunu tamamlayıcı vuruğu 5'dir. 16 üstə gələk 20'də 25. Toplayaq. 20'də 16, 25, 30, 41. 2 vuraq 41 bölək 20. 2 ilə 20 ixtisar getdi burada. 2 ixtisar getdi 1 qaldı. 2 ixtisar getdi 10 qaldı. Surətdə 1'i 41'ə vursaq 41. Məxrəcdə də 10. 41'in içində 10 neçə dəfə yerləşəcək? 4 dəfə 4/10'da 1. Perimetr oldu 4/10'da 1 metr. Sahəsi 1 metr kvadratı. İndi isə keçək 8-ci çalışmamıza. Davam edirik 8-ci çalışmaya. A və B şəhərlərindən eyni vaxtda minik və yük maşınları qarşı-qarşıya yola düşdü. Minik maşını 80 km/saat sürətlə, yük maşını isə 70 km/saat sürətlə hərəkət etdi. 1,4 saatdan sonra onlar arasında qalan məsafə 10 km oldu. Uşaqlar, tutaq ki, 1,4 saata kimi minik 1,4 saata minik maşını bura gəlib çatacaq. Bax, bura qədər gələcək. Yük maşını da bura qədər gələcək. Tutaq ki, deyirəm. Arada neçə kilometr qalır? 10 kilometr qalır. A və B şəhərləri arasındakı məsafə nə qədərdir? Şəhərlər arasında olan məsafəni tapmaq üçün minik avtomobilinin 1,4 saata getdiyi yolla yük avtomobilinin 1,4 saata getdiyi yolu toplasaq, bax bu yol 1,4 saata gedilən yoldur. Bu yolda yenə 1,4 saata gedilən yoldur.
Bu yollar toplayıb üzərinə də 10 kilometr gəlsək cavabı almış olarıq. İndi mən nə edəcəm? Minik maşının getdiyi yolu tapıram. Elə birbaşa 80 ilə 70-i toplayıb sonra 1,4-3-ə də vura bilərsiniz. Ayrı-ayrıqda da tapa bilərsiniz. Minik maşını. Gedilən yolu tapmaq üçün nə edirdik? Sürəti zamana vururduq. 80 vuraq 1,4-də 3. 80 vuraq 4-də 4 dəfə 1 4 üstünə 3 gəldim 7. 84'e ixtisar getsə 20, 20'ni də 7'ye vurduqda 140 kilometr yol getdi. Burada ixtisarda fərqli rənglə göstərim. Burada 1 qaldı, burada 20 qaldı. 4'e ixtisar gedəndə. İndi davam edirik yük maşınını tapaq. Yük maşınının da sürəti 70'dir. Zaman hər ikisi üçün eynidir, dəyişmir. 70 vuraq 4'də 7. 70 vuraq 7 bölək 4. İndi uşaqlar 70 ilə 4 hər ikisi 2 ixtisar gedər. 2 ixtisar getsə burada 35 qalacaq. 2 ixtisar getsə burada 2 qalacaq. İndi surəti surətə vuraq, surətdə yazaq. Məxrəcdə olduğu kimi saxlayıram. 7 dəfə 5, 35, 3 yadda. 7 dəfə 3, 21, 3 də yadda 24. 245'in içində də 2 neçə dəfə yerləşəcək. 122. 244 eləyər, bir də qalıq qalar. Kilometr bu da bu qədər getdi. İndi cəmi yola baxaq. 140 üstə gələk 122 tam 2'də 1 üstə gələk 10. Tamları toplayıram. 140 122 262 üstünə də 10 gələndə 272 üstə gələk 2'də 1 272 tam 2'də 1 kilometr A və B şəhərləri arasındakı məsafə oldu. A və B. Arasında məsafə. Bu da 8-ci çalışmamızın həlli idi və beləliklə bu dərsimizi də yekunlaşdırdıq. Sonda izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, videolarım sizlər üçün faydalıdır və işinizə yarayır. Dərslərinizi işləməkdə kömək göstərir. Sizlər də bu cür video dərslərin davamının tez-tez gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Gələn dərslərdə görüşmək ümidi ilə.